Bəs nə vaxt oldu? 1914-18. Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycan real hərb meydanına çevrildimi? Xeyr. Xeyr, çevrilmədi. Neçənci də Rusiyada hərbi qanun qəbul olunmuşdu ki, buna əsasən ümumi hərbi mükəlləfiyyət yalnız slavyanlara şamil olunmuşdu. 1874. Bəli, 1874-cü ildə. Elə 1874-cü ildə mədəni sahədə, məktəb sahəsində nə gördük? Gimnaziya açılır. Kimlər üçün Altı- gimnaziya idi bu? 6 illik pullu O məktəb 72 olur. idi. O 72 idi. Düzdür. Hə. Gimnaziya. Gimnaziya qızlar üçün açılır. Qızlar üçün gimnaziya, eyni zamanda da uşaqlar ibtidai məktəblər haqqında əsasnamə var idi ki, kənd əhalisi üçün ibtidai məktəblər, xalq məktəbləri yaradılırdı. Demək, qızlar üçün gimnaziya və ibtidai məktəblər, xalq məktəbləri yaradılıbdı. Demək, 1874-də hərbi qanuna görə ümumi hərbi mükəlləfiyyəti slavyanlara şamil olunmuşdu. Və bu zaman gördük ki, məsələn, bir sıra xalqlar hərbi xidmətdən azad olunmuşdu. Amma bunlardan ancaq kimlərin hərbi xidmət etməsinə icazə verilirdi, orduda iştirakına icazə verilirdi? Ancaq hansı nümayəndələr ilahə? Yuxarı Ali təbəqənin. sirkin nümayəndələri. Ali sirkin nümayəndələri. Onda desək ki, Qəmər neçənci ildə Çar hökuməti orduya çağırış yaşına çatmış gənclər üzərinə hərbi vergi təyin eləmişdi? 1887. 1887 doğrudur. Elə bu yolla da çalışırdılar ki, türkləri silah işlətmək vərdişindən məhrum eləsinlər. Yaxşı, desək ki, onda neçənci ildə 2-ci Nikolay fərman verir ki, Qafqaz yerli süvari diviziyası, vəhşi diviziyası yaradılsın. Vəhşi diviziya 1914. 1914-cü ildə. Onda Zuriyyat desin, neçənci ildə görürük ki, bu vəhşi diviziya Brusilov hücumunda iştirak elədi. 1916. Bəs neçənci Yox, ildə fəaliyyətini dayandırıbdı? Bir dəqiqə, 18-dədir. 18-in hansı ayı? Avqust ya da noyabr. Yox. Heç bildik. 18-in yanvarında. May. 18-in yanvarında. Bəs Vista çayı sahilində döyüş nə vaxt olubdu? Vista çayı 14, Yox, Vista çayı deyirəm. 1915. 1915-ci ildə Vista çayı sahilində döyüşən kim olmuşdu? O şeylər bir dəqiqə Səməd bəy. Yox, Vista çayı deyirəm. Bir dəqiqə o kim idi? Vista Üçüncü çayı sahilində döyüşmüş. Hüseyin Hüseynxan Naxçıvanski. Bəli, demək Vista çayı sahilində döyüşən kim oldu? Necə müəllim? Vista çayı sahilində döyüşən Çarın yeganə müsəlman yavəri kim oldu? Hə, ayda yadımdan çıxdı. Hüseynxan Naxçıvanski. Təkrarla. Hüseynxan Naxçıvanski. Hüseynxan Naxçıvanski. Deməli, neçənci ildə Vista çayı sahilində döyüşübdü? 1915. Aha, yaxşı. Demək, Çarın yeganə müsəlman yavəri kim oldu? Hüseynxan Naxçıvanski. Bəs neçənci ildə Qvardiya Süvari Korpusuna komandan təyin olunmuşdu? Neçənci ildə bir dəqiqə 1916. 1916-cı ildə, doğrudur. Yaxşı, onda desək ki, ilahə neçənci yox, Emil desin. Emil, görəsən, artilleriya zabitlərin məktəbinin rəisi kim idi ki, onun hətta üçbucaq planı var idi. Rus artilleriyasının tanrısı adlandırılırdı. Səməd bəy Mehmandarov. Bax, biri var Rus artilleriyasının tanrısı adlandırılan. Biri də var ki, bax deyirik ki, bu şəxs sənin dediyin tam artilleriya generalı. Sən dediyin tam artilleriya generaldır. Amma artilleriya zabitləri məktəbinin rəisi, artilleriyanın tanrısı adlandırılan kim idi? Əliağa Şıxlinski. Əliağa Şıxlinski. Petrogradın toplarla müdafiəsi işi kimə tapşırılmışdı? Necə? Petrogradın toplarla müdafiəsi işi kimə tapşırılmışdı? Səməd bəy Mehmandarov. Yox, Əliağa Şıxlinskiyə tapşırılmışdı. Aha, Əliağa Şıxlinskiyə tapşırılmışdı. Bəs müqəddəs Georgi silahından kim təltif olunmuşdu? O Səməd bəy Mehmandarov. Aynen. Brilyantla bəzədilmiş. Bəzədilmiş. Bəs desək ki, ilk Azərbaycanlı hərbi təyyarəçi kim idi? Bir də Fərrux ağa Qayıbov. Bəli, Fərrux ağa Qayıbov. Yaxşı. De görüm ona neçənci ildə görürük ki, hava döyüşünə düşmənin 4 təyyarəsinin 3-ünü məhv eləmişdi? 1916-da. 16-cı ildə. Müqəddəs Georgi silahı ilə təltif olunan kim oldu?
Səməd bəy Mehmandarov. Bəs Müqəddəs Georgi ordenilə təltif olunan kim oldu? Əliağa Şıxlinski. Müqəddəs Yo, şey, Georgi Fərux ağa Qayıbov. Fərux ağa Qayıbov, doğrudur. Emin desin, Emin görəsən elə ilk Azərbaycanlı hərbi topoqraf kim olubdu? Hüseyin xan Naxçıvanski. Yox, İlahə kim idi ilk Azərbaycanlı hərbi topoqraf? İbrahim Ağabəkilov. İbrahim Ağabəkilov hansı təşkilatı yaratmışdı İlahə? Yadımdan çıxdı. 1907-ci ildə ermənilərdən qorunmaq üçün hansı təşkilatı yaratmış olar görəsən? Difainin yolunu davam elətdirirdi bu təşkilatda. O da ermənilərdən qorunmaq üçün idi. Müdafiə. Bəli, müdafiə təşkilatı doğrudur. Deməli İbrahim Ağabəkilov hansı təşkilatı yaratmış oldu İlahə? Müdafiə. Müdafiə. İlahə, qadınların qiyamı neçənci ildə olubdu? Bir dəqiqə 1916. Nəyə qarşı idi bu? Nətər müəllim səsi Nəyə qarşı idi gəlmir. bu qadınların qiyamı? Ərzaqlar süni şəkildə bahalaşmışdı, ona qarşı idi. Aha, bəs onda deməli taxıl möhtəkirliyinə qarşı idi. Belə möhtəkirliyə qarşı Cənubi Azərbaycanda nə zaman üsyan olmuşdu qadınların üsyanı? Zeynəb Paşa üsyanı olmuşdu 1898-də. Alman kapitalına məxsus xalça şirkəti neçənci ildə açılıbdı Təbrizdə? 1912-də. Ay yaşa, doğrudur. Demək, 1912-ci ildə açılan bu xalça şirkətindəki istehsal olunan xalçalar hara ixrac olunurdu? ABŞ-a, bir də ki Avropa dövlətlərinə. Ay yaşa, doğrudur. Sarıqamış döyüşü nə vaxt olubdu? 1914-cü ilin dekabrından başlayır 1915-ci ilin yanvarına qədər. Nəticəsi nə olur? Osmanlı məğlub olur, Cənubi Azərbaycandan çıxır 1915-də. Bəs kim Bir də girir ki, ora Cənubi Qazax- Azərbaycana? Nətər? Bəs Osmanlı çıxır, kim daxil olur Cənubi Azərbaycana? Ruslar. Ruslar daxil olur, doğrudur. Elə Ruslar Cənubi Azərbaycanı işğal edirlər, Təbrizi tuturlar. Yaxşı, desək ki, onda neçənci ildə Şimali Azərbaycana soyqırım baş veribdi? 1918-də. Əla, 31 martda. Bəs nə zaman Cənubi Azərbaycanda soyqırım oldu? 1915. Elə bu da 1918-in Urmi bəlası adlandırılan soyqırım. Hər ikisində də deməli soyqırım 18 martda 1-ci Cənubi Azərbaycanda, sonra da Şimali Azərbaycanda həyata keçirilibdi. Yaxşı, bir də dedik ki, onda elə deməli Emin desin. Emin, 1-ci Dünya müharibəsində Şimali Azərbaycanda böyük dövlətlərin planları var idi. Hansı dövlət idi ki, turançılıq ideyalarını həyata keçirmək istəyirdi? Emin N. Ruslar. Turançılıq deyirsə, turançılığın Rusla nə əlaqəsi olar Emin? Osmanlı. Kimlər? Osmanlı. Təbii ki, Osmanlı, bəli, Osmanlı. Bəs hansı dövlət idi ki, çalışırdı ki, burada Bakının düşmən əlinə keçməməsi üçün burada tədbirlər həyata keçirirdi. Böyük Britaniya, İngiltərə Böyük ilə Britaniya, Fransa. Fransa. Böyük Britaniya və Fransa 17-ci ilin sonuna qədər xüsusiyyət tuturdu mu Azərbaycan planlarında? Xeyr, mən əslində şey etmir, sonradan artıq gördük ki, Rusiya Şimali Azərbaycan Bakıdan alır neftinin 83%-ni. Ona görə də Rusiyaya qarşı tədbirlər görməyə başladılar. Almaniyanın planı da isə o idi ki, elə bil ki, daxildən zəifləşsin də Rusiyanı. Həmçinin də mühərrik müharibəsindən istifadə edirdi. Ay yaşa, doğrudur. Yaxşı, bir də desək ki, ay Züriyat, bu Aslan xan Xoyski var idi, Fətəli xan Xoyskinin qardaşı. Aslan xan Xoyski 1915-ci